ən xoşuma gələn şey puzzle-dır, puzzle qurmaq. Amma uşaqlıqdakı kimi şəkillərlə deyil, xatirələrlə, yaddaşla puzzle qurmaq увлекающий iqradır bu, gözəl oyundur. Məsələn, hamının xatirəsində, yaddaşında var ki, bəs uşaqlıqda fragmentalni harası atası ilə və yaxud da ki, heç atası olmasın, özünün uşaqlığında hansısa bir obyekt məsələn qalıb yadında. Допустим, 20 yanvarda Yellow Bank məsəl üçün. Amma siluet olaraq qalıb da, kölgə şəklində. Və bilmirsən o obyekt hardadır. Çalışırsan o obyekti xatirələrində bərpa eləməyə. Bəzən olur ki, 40 il çəkir. Çox maraqlı oyundur. Bəzən olur 40 il çəkir və həmən obyekti tapanda, məsələn, uşaqlıqda Yellow Bankı görmüsən, indi yadıva sala bilmirsən ki, bu hardadır. Beynində o bayaq dediyim kimi hansısa mexanizm qoşulur, taraf açıldı, sən daim bu haqda düşünürsən axı. Bildin ki, bu Yellow Bank imiş və ondan sonra puzzle avtomatik qurulur. Bütün digər hissələr açılır Polychudes'dəki kimi və sən